Azərbaycan yeganə ölkədir ki, həm Rusiya ilə, həm İrandan sərhədi var. Yəni ki, Evet. ikinci belə bir dövlət yoxdur, bizik. Hər iki dövlət müharibə aparır. Rusiya da müharibə aparır, İran da müharibə aparır və bu qlobal güclərin savaşıdır. Yəni deyək ki, yalnız Rusiya-Ukrayna müharibəsi deyildir bu. Biz bilirik ki, Avropa ölkələri də bura qatqısı var. Yəni ki, kifayət dərəcədə. Amerika Birləşmiş Ştatlarında Trump dövründə azalsa da o da. Üstəlik İran məsələsində isə daha yaxın yaxın şərq bölgəsində burada da çox ciddi bir müharibə gedir. Yəni ciddi müharibə onsuz da ciddidir. Müharibə miqyası getdikcə böyüyür, yəni azalmaq əvəzinə böyüyür. Necə ki, Rusiya-Ukrayna müharibəsi elə bilirlər ki, 3 günə, 4 günə qutaracaqdır. Burada da verilən proqnozlar vardır ki, 2 həftəyə bitirəcəkdir, keçən il 12 günlük müharibə kimi və yaxud da ki, ən belə daha belə də real göstərən 4-6 həftə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə deyildi. Hərdən Marco Rubio da elə deyildi ki, yəni 4-6 həftə. Amma məhz 4 həftə bitdi, dünənləri 5-ci həftəyə keçibdir. Yəni bir aydır davam eləyir. Bundan sonra da hələ belə deyək ki, minimum bir neçə həftə davam edəcəyi artıq gözləniləndə biz bunu əsaslandırarıq. Siz deyən kimi Azərbaycan üçün təhlükə artıq təhlükə yanımızdadır da, təhlükə sərhəddimizdədir. Xəzər dənizində bir-birinin ardınca istəyir Ukrayna tərəfdən Rusiya zərbələr yendirilir, istəyir İsrail tərəfdən İrana zərbələr yendirilir, gəmilərə zərbələr vurur. Evet. Bu Xəzər dənizi çox da böyük dəniz deyil, bizim yanımızda baş verir də bu da. Əgər İranın Xəzər donanması vurulursa, yəni ki, bizim yanımızdadır, yəni ki, bütün bu ətraflara sadəcə seyirci qalmaq mümkün deyil. Bunun perspektiv təhlükəsi ola bilər və bu təhlükənin ilk elementlərini də biz hələ bizə Naxçıvana atılan dronlardan hiss elədik. Yəni, hansısa bir şəkildə bizi sövq etmək istəyirlər ki, yəni ki, bu işin içinə daxil olsun da Azərbaycan, hansısa bir təxribatın yolu ilə. Mən deyim sizə ki, Rusiya məsələsində bu bitməyibdir. Rusiya da həmən o təhlükə məsələsini Ermənistan vasitəsilə, Ermənistanda keçən o ki, gözlənilən, daha doğrusu iyun ayında gözlənilən seçkilərlə əlaqədar olaraq orada vəziyyəti qarışdırmaq və perspektivdə Paşinyanı hakimiyyətdən yıxmaq, ora revanşistlərin hakimiyyətə gəlmək və daim Azərbaycan sərhədində bir təxribat, belə deyək ki, institutu açmaqda, hətta mən deyərdim ki, təxribatın sayını çoxaltmaq, gərginlik yaratmaq. Biz bunu hər iki tərəfdən gözləyirik. Çox təəssüf ki, yəni, necə deyirlər, bu elə şeydir ki, talih gətirib bizi bu coğrafiyada yerləşdiribdir. Bu coğrafiyanın çox böyük üstünlükləri var, amma üstünlükləri ilə bərabər eyni zamanda siz dediyiniz kimi təhlükə tərəfləri də var. Təhlükəni də yaradan bizə, yəni biz deyilik, yəni ki, bizim attığımız addımlar deyil. Bizim iki qonşumuz var bir daha. Bu iki qonşunun ikisi də pusat müharibə aparır. Müharibə deyəndə ona görə də biz müəyyən dərəcədə bu məsələlərdən maksimum çalışırıq ki, təhlükədən uzaq olaq. Çünki bilirsiniz, burada başqa qüvvələr də elə bir təhrik edici addımlar, təxribatlar ata bilərlər ki, Azərbaycan, necə, mən yenə deyirəm, o dron məsələsində də, yəni ki, dron Naxçıvana düşürsə, ilk reaksiyamız bəlli oldu. Hətta belə bir hərbi hazırlıq məsələsi işarəsi də verildi ki, daha doğrusu əmri verildi ki, hərbi hazırlığa başlayın. Bütün bunlardan bizim bu günləri təkcə xarici siyasət yox, eyni zamanda təhlükəsizlik məsələləri var. Çünki hər cür təxribat gözlənilə bilər, adını başqasının adına qoya bilərlər, təxribatı üçüncü, dördüncü qüvvələr törədə bilərlər. Bu istiqamətdə bizim kifayət dərəcədə həm xüsusi xidmət orqanlarının işi çoxdur, həm Müdafiə Nazirliyinin işi çoxdur, həm də təbii ki, diplomatiyanın işi kifayət dərəcədə belə də ki, yüklüdür. Yəqin ki, Xarici İşlər Nazirinin keçən həftə getməsi, Əbu-Dabiyə getməsi, oradakı Xarici İşlər Nazirlərinin görüşünü keçirilməsi, bu da elə perspektivdə Azərbaycanı növbəti təxribatlardan, çünki Cənab Nazir oraya getməmişdən 2 gün əvvəl Araqçı ilə danışmışdı, İranın Xarici İşlər Nazirliyinə. Bir daha xatırlatmışdı ki, müəyyən araşdırmalar aparıb bizə bildirilsin ki, bu işin təşkilatçısı və icraçıları kimlərdir? Yəni, bu istiqamətdə bizim belə deyim ki, sərvaxt olmağımız, ehtiyatlı olmağımız, beləcə də həqiqətən də əlimiz tətikdə olmasa da ən azı o sərvaxt olmağımız çox vacibdir. Amma yenə deyirəm, təxribatlar qəsdən törədilib bizi nəyəsə çəkmək istiqamətində ola bilər. Biz hələ ki, həm diplomatiyamız, həm aparılan siyasət hələ ki, bundan uzaqdadır. Biz yenə deyirəm, Allaha şükür eləyək ki, hələ ki, doğrudan da uzaqda durmaq çox vacib.